Salam əziz izləyicilər. Astroloqlar çox çətin bir avqust ayı proqnozlaşdırırlar. Astroloji baxımdan bu həm daxili vəziyyətimizə, həm də həyatımızın şərtlərinə təsir edəcək gərgin bir ay olacaq. Diqqət 12 avqustda tam günəş tutulması ilə başlayan tutulma dəhlizinə yönəlib. Tam günəş tutulması adətən bir həyat dövrünün sonu və digərinin başlanğıcı ilə əlaqələndirilir. Ümumiyyətlə, avqust ayı enerji artımı və hərəkətə keçmək istəyi ilə dolu olacaq. Sadəcə həvəslə səhv etməmək vacibdir. Uranın səmada aparıcı rol oynadığı üçün hətta ən adi hadisələr belə gözlənilməz bir dönüş əldə edə bilər. Daha ətraflı izləyək. Abunə olmağı unutmayın. Koç bürcü xüsusən də yeni texnologiyaların mənimsənilməsini və ya daha müasir və texnoloji cəhətdən inkişaf etmiş ünsiyyət formatlarına keçidi tələb edən sahələrdə avqust ayında açılacaq yeni imkanlara hazır olmalıdır. İnformasiya ilə işləyən, onlayn layihələrə rəhbərlik edən və bloqçu olan qoçlar avqust ayında uğurlu olacaqlar. Avqustun əvvəli peşəkar həyatınızda çətinliklər yarada bilər. Müsahibələr və danışıqlar planlaşdırmamaq yaxşıdır. Səhv riski yüksəkdir, buna görə də hesablarınızı diqqətlə yoxlayın və vacib sənədlərin sürətlərini saxlayın. Şəxsi həyatınız da rahat keçməyəcək. Kiçik fikir ayrılıqları, xüsusən də maliyyə ilə bağlı fikir ayrılıqları ehtimal olunur. Bununla belə, subay qoçlar çox cəlbedici və vacib biri ilə tanış olmaq şansına sahib olacaqlar. İş və istirahət arasında tarazlığı qoruyun və avqust ayında sağlamlığınız güclü olacaq. Aylıq şüarı, gələcək diqqətli davrananlara açılır. Buğa bürcü avqust ayında xüsusən də şəxsi və ailə həyatında əhəmiyyətli dəyişikliklər yaşayacaq. Qohumlar, valideynlər və ya valideyn evi ilə bağlı mühüm hadisələr mümkündür. Bu ay maliyyə baxımından qeyri-sabit olacaq və taleyi gözlənilməz böyük xərclər yarada bilər. Bununla belə, əlavə gəlir mənbələri tapmaq və maliyyə vəziyyətinizi gücləndirmək üçün hər şansınız olacaq. 18 avqustdan etibarən sosial həyatınız tamamilə ələ keçəcək. Karyeranıza diqqət yetirəcək və aktiv şəkildə yeni tanışlıqlar qurmağa başlayacaqsınız. Amma bütün planlarınızı gerçəkləşdirəcəyinizi gözləməyin. İş, şəxsi həyat və istirahət arasında enerjinin səmərəsiz bölüşdürülməsi səbəbindən işləri tələsik bitirməli olacaqsınız. Subay buğa bürcü vacib biri ilə görüşmək şansına sahib olacaq, ailə buğa bürcü isə mövcud münasibətləri gücləndirmək üzərində işləməli olacaq. Sağlamlığınıza diqqət yetirin, fiziki fəaliyyəti və daxili tarazlığı bərpa edən təcrübələri laqeyd yanaşmayın. Ayın şüarı, avqust həqiqətən vacib olanı gücləndirməyin vaxtıdır. Əkizlər avqust ayında peşəkar mühitlərində dəyişikliklər gözləməlidirlər ki, bu da öz növbəsində həyat dəyərlərinin ciddi şəkildə yenidən düşünülməsinə səbəb ola bilər. 12 avqustda yeni aydan başlayaraq Tale sizə səyahət, əlaqələr, danışıqlar və təlim üçün çoxsaylı imkanlar təqdim edəcək. Bununla belə, ayın son günlərində vacib karyera qərarları vermək ən yaxşısıdır. Avqustun sonunda ailə və məişət məsələlərinə diqqət yetirməyin vaxtıdır. Tərəfdaşlarla münasibətlərdə gərginlik və emosional qeyri-sabitlik anları yaşana bilər. Xüsusilə ailəvi istirahət fəaliyyətləri təşkil etmək və yaxınlarınızla vaxt keçirmək imkanınız olacağı üçün münaqişələrdən qaçınmağa çalışın. Yaxınlarınız maddi yardım istəyə bilər. Mümkün olduqda kömək təklif edin, lakin böyük xərclərdən qaçınmağa çalışın. Maliyyə qərarlarını diqqətlə nəzərdən keçirin və emosiyalara əsaslanmaqdan çəkinin. Hər şeyə ayaq uydurmaq üçün həddindən artıq gərginlikdən çəkinin, çünki bu sağlamlığınıza mənfi təsir göstərə bilər. Ayın şüarı, bugünkü hər qərar sabahınızı formalaşdırır. Xərçəng bürcləri, özünüzü düşünməyin və sadəcə düşünməyin deyil, həm də həqiqətən düşünməyin vaxtıdır. Bəlkə də məqsədlərinizi yenidən düşünməyin və gələcək nailiyyətlərinizin təməlini qoymağın vaxtıdır. Avqust ayı əlavə gəlir mənbələri axtarmaq və ya hətta iş yerini dəyişdirmək üçün yaxşı bir zaman olacaq. Peşəkar həyatınızda ağır iş yükü gözlənilir. Sənədlər imzalayarkən və ödənişlər edərkən diqqətli olun.
Avqustun ikinci yarısında inamla təlimə başlaya, işgüzar danışıqlar planlaşdıra və vacib onlayn görüşlər təyin edə bilərsiniz, sizi yaradıcı ilham dalğası gözləyir. Amma ailənizi və şəxsi münasibətlərinizi unutmayın. Rahat emosional vəziyyətinizi qorumağa çalışın. Səhhətiniz diqqət tələb edə bilər. Son ayların stressi və narahatlığı, eləcə də həddindən artıq iş öz təsirini göstərəcək. Kifayət qədər istirahət və keyfiyyətli yuxu təmin edin, enerji balansınızı bərpa etmək üçün idman və nəfəs məşqlərindən istifadə edin. Aylıq şüar, avqust özünüzə və gələcəyinizə qayğı göstərməyin vaxtıdır. Şirlər yayın son ayından peşəkar mövqelərini möhkəmləndirmək üçün istifadə edəcəklər. Keçmiş səylər öz bəhrəsini verməyə başlayacaq, buna görə də planlarınızı inamla həyata keçirmək yolunda olacaqsınız. Artan sosial fəaliyyətə və genişlənmiş sosial dairəyə hazır olun. 18 avqustdan sonra mövcud əlaqələrinizi təhlil etmək və öz axarını itirən əlaqələrdən imtina etmək imkanınız olacaq. Avqust ayı həm də maliyyə vəziyyətiniz üçün çox vacib bir aydır. İdeal maliyyə tarazlığını qorumaq üçün maliyyə vəziyyətinizi nəzərdən keçirməli və xərclərinizi tənzimləməli olacaqsınız. Həmçinin romantikaya diqqət yetirmək imkanınız olacaq. Ay yavaş-yavaş, lakin ümidverici şəkildə inkişaf edəcək yeni tanışlıqlar gətirə bilər. Onlayn tanışlıq bu baxımdan ən perspektivli formatlardan biridir. Xüsusilə keyfiyyətli yuxu aldığınızdan və sinir sisteminizin iş yükündən tez bir zamanda bərpa olunmasına imkan verdiyindən əmin olmaq üçün avqust ayında rifahınızı izləmək çox vacibdir. Lazım gələrsə bədəninizin stres və yorğunluqla necə mübarizə aparacağına dair mütəxəssislərlə məsləhətləşin. Ayın şüarı güc düzgün əlaqələrdə və ağıllı qərarlardadır. Qız bürcü üçün avqust ayı xarici dəyişikliklərdən daha çox daxili dəyişikliklər gətirəcək. Köhnə öhdəliklərdən və tükənmiş münasibətlərdən imtina etmək və həyatda yeni məna tapmaq istəyəcəksiniz. Peşəkar statusunuzda dəyişiklik, liderlik vəzifəsinə yüksəliş və ya daha yüksək rütbəyə yüksəliş baş verə bilər. Təklifləri rədd etməkdə çox tələsməyin, standartlardan kənar düşünməyə çalışın və özünüzə şans verin. Ayın ikinci yarısında gəlirinizi artırmaq üçün fürsətlər yaranacaq. Romantik görüşlər həyatınıza ofis romantikası şəklində daxil ola bilər. Ailəyə yönəlmiş qız bürcləri tərəfdaşları ilə münasibətlərində harmoniya yaşayacaqlar. Ehtiyatlı olmaq lazım olan tək şey ehtiyatsız xərcləmələrdir, çünki bu münaqişələrə səbəb ola bilər. Ayın əvvəlində artan stres qan təzyiqinin kəskin artmasına, baş ağrılarına və rifahın ümumi pisləşməsinə səbəb ola bilər. Həkimə müraciət etməyinizə ehtiyac olmayacaq, sadəcə uzun gəzintiləri vərdiş halına gətirin. Aylıq şüar, harmoniya dəyişikliklərə hazır olanlara gəlir. Avqust ayında Tərəzi bürcünün nümayəndələri sənədləri doldurarkən və vacib danışıqlar apararkən son dərəcə diqqətli olmalıdırlar, çünki Merkuri geriləməsi düzəlişlər edə bilər. Ümumiyyətlə, yayın son ayı bir çox təşəbbüslərin uğurlu və məhsuldar olacağı bir dövr olacaq, xüsusən də onları tək başına deyil, həmfikir insanlarla hazırlasanız. Şəxsi həyatınızda dəyərlərinizi dərindən yenidən düşünə bilərsiniz. Keçmişdən bir vaxtlar mənəvi cəhətdən yaxın olduğunuz insanlar geri qayıda bilər. Bəzi insanlar isə anlaşılmazlıq böhranının öhdəsindən gələ bilməyərək ətrafınızı tərk edə bilərlər. Avqust ayında karyera imkanları yaranacaq. Təcrübəniz rəhbərliklə münasibətlərinizə müsbət təsir edəcək və statusunuzun dəyişməsində rol oynayacaq. İşgüzar səfərlər də həyatınızı dəyişdirə bilər. Maliyyə baxımından gözlənilməz böyük xərclər gözlənilmir, ona görə də maliyyə balansınız sabit olacaq. Lakin bu ay ərzində sizi narahat edəcək narahatlıqdan, çox vaxt heç bir səbəb olmadan xilas etməyəcək. Ayın şüarı sakit olun, bu sizin ən böyük sərvətinizə çevriləcək. Əqrəblər avqust ayında peşəkar həyatlarında yüksəliş yaşayacaqlar, təcrübələrini nümayiş etdirmək və vacib layihələri başa çatdırmaq imkanları olacaq. 22 avqusta qədər bütün enerjinizi yaradıcı və peşəkar nailiyyətlərə yönəldərək karyeranıza inamla diqqət yetirə bilərsiniz. Ayın sonunda bir sıra yeni problemlərin həllində həmfikir insanların köməyinə ehtiyacınız olacaq.
Ayın ikinci yarısında ünsiyyət qurmaq və köhnə dostluqlarınızı yeniləmək istəyəcəksiniz. Keçmişdəki insanlarla münaqişələri və anlaşılmazlıqları həll etmək imkanınız olacaq. Subay əqrəblər ruh yoldaşı ilə görüşmək şansına sahib olacaqlar. Ailəyə yönəlmiş əqrəblər maliyyə və ya ev məsuliyyətləri ilə bağlı münaqişələrlə qarşılaşa bilərlər, lakin işləri yoluna qoymaq üçün müdrikliyiniz və taktikanız olacaq. Ayın gərgin olacağı planlaşdırıldığı üçün avqustun sonunda hədəflənmiş enerji təmizliyinə ehtiyacınız olacaq. Su hövzəsinə səyahət planlaşdırın, elementlərlə təmas güclü bərpaedici təsir göstərəcək. Aylıq şüar, uğur komandada necə işləməyi bilənlərə gəlir. Oxatan bürcü üçün avqust ayı çətin bir ay olacaq, ilham yerini laqeydliyə və reallığa əsaslanan mənəvi anlayışlara verəcək. Bu 22 avqusta qədər davam edəcək, bundan sonra yeni aya qədər bir sakitlik başlayacaq. Bu dövrdən özünü təhsil üçün istifadə edə bilərsiniz, lakin ciddi maliyyə qənaəti tətbiq etmək və bütün sənədləri və hesablamaları diqqətlə yoxlamaq vacibdir. Peşəkar sahədə avqust ayı səriştəsiz tərəfdaşlar və sənədlərin itirilməsi riski yüksək olacaq. Şəxsi həyatınızda böyük perspektivlərlə həqiqətən taleyüklü qarşılaşmalar mümkündür. Lakin ailə birliyi qurmaqla bağlı qərarlar qəbul etməkdə tələsməməlisiniz. Münasibətdə olan Oxatan bürcünün üzvləri məişət fikir ayrılıqları səbəbindən tərəfdaşları ilə münaqişələr yaşaya bilərlər. Avqust ayında öz sağlamlığınız üçün məsuliyyət daşıyın. Sinir sisteminin həddindən artıq yüklənməsinin somatik əlamətlərini, baş ağrıları, ətraflarda uyuşma, boyun gərginliyi hiss edirsinizsə, alternativ müalicə üsulları və yoga kimi nəfəs alma təcrübələrindən istifadə edərək kifayət qədər istirahət və bərpa olunduğunuzdan əmin olun. Ayın şüarı, intuisiyanıza etibar edin, lakin detalları yoxlayın. Avqust ayında oğlaqlar nəhayət ki, həm xarici, həm də daxili sabitliyə gedən bir yol tapacaqlar. Bunu etmək üçün həyat məqsədlərini yenidən qiymətləndirməli və dərin daxili transformasiyaya məruz qalacaqlar. 22 avqustdan sonra həyatınızda mühüm dəyişikliklər baş verəcək və siz onlara hazır olmalısınız. Peşəkar həyatınızda əlaqəli sahələrdəki mütəxəssislər və ya rəqiblərlə ünsiyyət qurarkən diqqətli olmağa çalışın. Ayın əvvəlində vacib sənədləri hazırlayın və imzalayın, lakin detalları diqqətlə yoxlayın. Ayın ikinci yarısında gənc həmkarlarınız sizə kömək və ya məsləhət üçün müraciət edə bilər və biliklərinizi və topladığınız təcrübənizi bölüşmək imkanınız olacaq. Romantik məsələlərdə onlayn tanışlıq və ya səyahət zamanı yeni dostlar qazanmaq mümkündür. Ailəyə yönəlmiş oğlaqlar həddindən artıq nəzarət və şəxsi məkana müdaxilə səbəbindən tərəfdaşları ilə münaqişələr yaşaya bilərlər. Səhhətinizə diqqət yetirin. Son ayların əsəb yorğunluğu, narahatlıq və yuxusuzluqda özünü göstərə bilər. Kifayət qədər yuxu, istirahət və balanslı qidalanma təmin edin. Ayın şüarı, daxildə dəyişiklik edin və xarici dünya da sizi izləyəcək. Dolça bürcləri ilin ən canlı və aktiv aylarından birini yaşayacaqlar. Sosial əlaqələrin karmik yenidən kalibrlənməsinə və dərin enerjili yenilənməyə hazır olun. 22 avqustdan sonra güclü yaradıcı potensial reallaşma tələb edəcək və uzunmüddətli sosial əlaqələr və ittifaqlar bunun üçün faydalı olacaq. Peşəkar həyatınızda intuisiyanız vasitəsilə nüfuzunuzu gücləndirmək imkanınız olacaq ki, bu da əvvəlkindən daha güclü olacaq. Uzun müddət peşəkar komandanızın fəaliyyəti sizin və peşəkarlığınızın ətrafında cəmləşəcək. Bununla belə sənədləri imzalayarkən diqqətli olun və bütün detalları dəqiqləşdirmədən lazımsız öhdəliklərə tələsməyin. Avqust ayında səyahət və səfərlər zamanı taleyüklü görüşlər mümkündür. Gələcək evlilik yoldaşınız olacaq biri ilə tanış ola bilərsiniz. Subay dolça bürcləri macəralardan və mənasız romantikalardan çəkinməlidirlər. Ailə dolça bürcləri. Aylıq şüarı, yenilənmə zamanı, yarat, birləş, fəaliyyət göstər. Partnyorunuzla münasibətlərinizi növbəti səviyyəyə qaldırın. Ay çox aktiv olacağı üçün özünüzə rəqəmsal detoks verməyi unutmayın. Balıqlar bürcü avqust ayında enerjili bir sıfırlamaya ehtiyac duyacaq. Maddi və emosional həyatlarını uyğunlaşdırmaq. Ailə və ev mühitində əhəmiyyətli dəyişikliklər baş verəcək.
Bunlar fiziki, mənəvi və ya hər ikisi ola bilər. Məsələn, təmirdən və ya köçmədən sonra güc və yaradıcı enerji dalğası hiss edəcəksiniz. Subay balıqlar mənəvi qohumluq hiss etdikləri biri ilə tanış ola bilərlər. Ailə balıqları köhnə münaqişələri həll etmək və anlaşılmazlıqları aradan qaldırmaq üçün hər fürsətə sahib olacaqlar. Maddi məsələlərlə bağlı münaqişələr yarana bilər, ancaq bu alovlanmaları lap əvvəldən yatırmaq üçün müdriklik və sağlam düşüncəyə sahib olacaqsınız. Avqust ayından pul qazanmaq üçün istifadə edin. Əlavə gəlir mənbəyi tapmaq imkanınız olacaq. Lakin bədəninizi dinləməyi və bol istirahət etməyinizi unutmayın. Yuxunu laqeyd yanaşmayın, tarazlığınızı qorumaq üçün vitamin kursu qəbul edin. Aylıq şüar, avqust ayı sıfırlama, harmoniya və yeni imkanlar üçün bir zamandır.